Dostlar, hər vaxtınız xeyir olsun. Bugün həqiqətən fərqli fonda çəkilişlərimiz. Və mənim bu yanımda duran Ağdamlı Ayxan, onun haqqında biraz geniş danışacağım, yəqin ki, məni göz anlayacaq. Deməli dostlar, bu mənim yanımda durmamışdan qabaq, onun özünün atası sənətkardır, Allah can sağlığı versin. Bir 4 ay orada durduqdan sonra son bir ayda mənim yanımda durdu və bir ay ərzində mənim bundan demək olar ki, müəyyən qədər müəyyən yerlərdən narazılığım doldu, razılığım doldu. Amma bunu vurgulamaq istəyirəm ki, Ayxanın nə qədər dəcəl, həqiqətən, aktiv, bir o qədər yerində dura bilməyəcək tip olduğu kimi, bir o qədər də yaxşı tərəfləri var. Mən insanı həqiqətən psixolog kimi deyirəm, oxumağı bacarıram. Və Ayxandan mən həqiqətən o müəyyən, o görünməyən tərəfləri hiss elədim. Və buna Ayxana deyirəm ki, Ayxan, sənin bu dəcəl tərəflərini qoyuram qarağa, çünki mənim uşaqlığım sənin kimi keçir. Amma dəcəl olmayan tərəflərində hansı ki, pərdə arxası, yaxşı tərəfləri, onları mən görürəm. Və sənə bu sertifikatını təqdim edirəm. İnşallah sənin üçün düşərli olsun, mənim üçün böyük bir məsuliyyətdir ki, sənin atan özlə sənətkar olurlar, məni məsləhət görüb yanıma göndərirsə, ona da öz təşəkkür bildirirəm ki, məni məsləhət görüb. Və inşallah bu sertifikat sənin üçün düşərli olsun. Bu görünməyən tərəflərin ki var, sənin ətrafında görmürlər onu. İnşallah ki, onu çıxar, onu görsünlər sənəti tamamilə. Və bu kadrlar bizim xatirəmizdə qalacaq. Bu kadra baxanda mən özlüyümdə bu sözü verdiyimə görə də qoy xoşbəxt olub ki, həqiqətən mən buna ümid bağladım və ümidi doğruldu. İnşallah ki, sən söz verirsən ki, bu ümidi doğrulmasın. Yaxşı. Və sonda da bizim həqiqətən Ağdamdan olduğuna görə axırda bir gözəl bir mahnımız var. O mahnıda inşallah ki, bizim böyük sənətkarımız, dahi sənətkarımız, Azərbaycanın əsl sözün mənasında imperator olan Ağdam sakini Taci Şahmaroğlu'nun qızıl fonda düşmüş həyatı şirazıdır və özü Ayxanın Ağdamlı olduğuna görə elə sonda da o fonu vermək istəyirəm və Taci Əmrəqamından öz salamlarımızı çatdırır. Allah onu Azərbaycandan və Azərbaycan sənət aləmindən əski eləməsin. İnşallah öpürəm səni Taci Əmrəqam, gözəl sənətkar. Ayxan səni də öpürəm, sənin üçün uğurlu olsun inşallah. Xeyirli olsun. Götür bunu inşallah ki, sənətində gözəl davam elə. Bir dənə gözəl mahnına verin, Taci Əmrəqam'a salam olsun. Dostlar, həqiqətən bütöv vermədik. Amma bunu qoymaqda bir məqsədim var idi. Ayxan mənim yanıma gəldiyi sürəcə Ayxanın üzərində bir dinaz var. Bizdə elə bir söz deyilir ki, Ayxan bu sənət davam edə biləcəkdir. Mən bunu qoymaqla demək istədim ki, bütün Ağdamlara salam olsun. Ağdamın cəmaatı, qoçaq cəmaatı. İnşallah ki var, görürsən Ağdam nə yetirmələr var, gör nə səs var. Bu dünyada yox, ne belə bir şey. Sən inşallah görə Ağdamlı balası olaraq mənim etimadımı doğru olsun. Yaxşı, öpürəm, halınızı minnətdarım. Çox sağ olun.